Xəzər TV televiziya kanalı kimi tanınan, ictimaiyyətə səhv və yalan xəbərlər çatdıran, Azərbaycan xalqına yanlış xəbərləri ilə xəyanət edib aldadan, Şiə ilə Vəhabini bir-birindən ayırt edə bilməyən, alim və müstehid əlindən öpməyi vətənpərvərliyə zidd addım kimi qiymətləndirən, Hacı Talehin şəxsiyyətini təhqir edən bir kanalın tezliklə ondan üzr istəməsini tələb edib, bağlanmasını istəyirik. Bəli, cəmiyyətdə bugün dinin bərpası üçün birinci sütun rolunu oynayan alimlərdir ki, öz elmlərinə əməl etməlidirlər və haqqı izhar eləməlidirlər. Quran və Əhl-i Beytin istədiyi ruhiyyəni cəmiyyətə bəxş eləməlidirlər.